Pasientimizə vaginoplastika əməliyyatı icra etmişik. Bugün əməliyyatın ikinci günüdür. Dünən əməliyyat icra olunubdu. Pasientimiz çox rahat bir şəkildə oturur. Pasientim iş xanımıdır. Bir neçə gündən sonra işə çıxacaqdır. Vaginoplastika bizdə ən müasir üsullarla olunur. Pasientlərimizə səhərsi günündən etibarən oturmağa icazə veririk. Bir də öz ağzından eşidək. Necə hiss edirsiniz özünüzü? Çox rahat. Ağrınız? Hiss eləmədim. Yəni, indi də hazırda rahat oturmuşum. Heç bir ağrı yoxdur. Sadə bir əməliyyat kimi keçdi. Əməliyyatda da heç bir ağrı hiss eləmədim. Əməliyyatda anesteziya ilə zaten edirik. Spinal anesteziya ilə danışa-danışa, söhbət eləyə-eləyə əməliyyatımızı etdik. Səhərsi günü də çox bir rahat bir şəkildə pasientimizi evə buraxırıq. Dediyim kimi bir neçə gündən sonra da işinə də davam edəcəkdir. Təşəkkür edirəm mən də Firuzə xanıma. Çox gözəl. Elə rahatçılıqla əməliyyata girdim. Əmin əllərdə olduğumu düşündüm. Və rahat, yəni heç bir ağrı da hiss eləmirəm. Tamam, təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun güvəniniz üçün. Çox güvənli, yəni girdim əməliyyata, elə uzandım, dedim, nə olur olsun. Firuzə xanımın yanında çox güvənlidir, əlləri də yüngüldür, heç bir ağrı yoxdur, rahatam, oturmuşam. İndi də evə gedirəm. İnşallah ki, işə də çox rahatçılığına çıxacaq. İnşallah, inşallah. Təşəkkür edirəm bir daha. Buyurun, çox sağ olun. həmişə gözəllikdə. Sağ olun. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.